olmayıb həyatınızdakı ya, böyük bir dənə problem, müşkül, bir dənə zəngi həll olub. Siz o zəngi gördünüz, onu həll edəni gördünüz, amma başlayanı görmədiniz. Məsələ budur. Başlayan Allahdır. O Allahdır ki, müqəllibəl qulubdur. Qəlbləri dəyişdi. Onun qəlbində sənə qarşı məhəbbət yaratdı. Zehnini dəyişdi, səni istiqamətləndirdi. Onun sözünə təsir qoydu, əsər qoydu, kəsər qoydu. O sözü deyəndən sonra bir dəqiqə məsələ həll oldu. Biz bir dənə pərdənin bu üzünü görürük bəzi vaxtlar. Pərdənin o üzündə qeyb aləmi deyib bir-birinə, mələkut aləmi qarışıb bir-birinə. Biz onları görmürük, yalnız mülkü görən gözümüz var, mələkutu görən gözümüz yoxdur, təəssüf olsun. Yalnız dünya görən gözümüz var, axirət görən, qeyb görən gözümüz yoxdur. Min təəssüf olsun. Əgər o pərdələr çəkilsə, biz görsək ki, Allah arxada nə işlər gördü. Hərdən olur, deyirlər, bu işi görürsən, ha, deyir, hə, bu filan kəs edib. Deyirsən, sən Allah. Deyir, valla, sadəcə gizlədir dözdür. Keçirsən o tərəfə deyirsən, o filan işi görün deyirəm, onu o eləyib o. Nə oldu, bulan hamısını o eləyib, biz qiyamətdə başa düşürük, bulan hamısını fövqündə